Salam dostlar. Bugün size bir çox izləyicimizin qarşılaşdığı çox vacib gömrük suallarının cavablarını təqdim edəcəm. Əgər siz də bəyannamə düzəlişi necə edilir, Smart Customs-da ad dəyişimi necə edilir və ya bağlamam saxlanılıb indi nə etməliyəm kimi suallarla maraqlanırsınızsa, bu video tam sizlikdir. Videonu sona qədər izləyin ki, bütün detalları əldən verməyəsiniz. Birinci sual. Yanlış tərtib edilmiş bəyannamənin silinməsi və ya düzəliş edilməsi necə yerinə yetirilməlidir? Smart Customs mobil tətbiqində və ya e-customs.gov.az elektron portalında bəyan etmə prosesində daxil etdiyiniz məlumatlar yanlış olduğu halda, mallar xarici ambarda olduğu zaman bəyannamədə düzəliş etmək və silmək imkanınız var. Sifariş etdiyiniz mal xarici ölkə ambarından Azərbaycan Respublikası ərazisində yola düşübsə, elektron ticarət sadələşdirilmiş bəyannamədə düzəliş etmək və ya silmək mümkün olmayacaq. Əlavə olaraq bildiririk ki, bağlama xarici ambardan yola düşməyibsə, yəni statusu əsas kisədə olduğu zaman bəyannamədə düzəliş ilə bağlı daşıyıcı şirkətinizə müraciət etməlisiniz. Belə olan halda mütləq daşıyıcı şirkətə bildirin. Daşıyıcı şirkət bağlamanızın izlənmə kodunu əsas kisədə statusundan çıxarmalıdır. Bu halda sadələşdirilmiş bəyannamə üzərində sil və düzəliş et düymələri aktivləşir. Bu məlumatları Dövlət Gömrük Komitəsinin saytından əldə etmişəm və videonun sonunda həm linki videonun aşağısına yerləşdirəcəm. Həm də digər suallarla da tanış ola bilərsiniz. Həmin sualların cavabları da həmin hissədə qeyd olunmuşdur. Yəni bu cavablar hamısı rəsmi məlumatdır. İkinci sual. Smart Customs mobil tətbiqində yeni soyadım və adımla bağlı dəyişikliyi necə edə bilərəm? Soyadınız və ya adınızla bağlı dəyişikliyi edə bilməyimiz üçün smartcustoms@customs.gov.az elektron post ünvanına müvafiq dəyişikliklə bağlı müraciət ünvanlamalısınız və müraciətinizə şəxsiyyət vəsiqənizin elektron sürətini əlavə etməlisiniz. Yəni elektron poçt vasitəsilə vəsiqənizin üzünü və arxa hissəsini ekranda gördüyünüz elektron post ünvanına göndərməlisiniz və not yerində ad soyadınızın dəyişilməsini qeyd etməlisiniz. İkinci sualı Smart Customs-da sifarişi necə bəyan edim adlı videomun rəy bölümündə bir izləyicimiz məndən soruşmuşdu. Hərçənd ki, mən bu sualı gec gördüm və yəqin ki, bu sualın cavabını bilmək istəyən digər izləyicilərimiz də var. Üçüncü sual. Bəyannaməni səhv tərtib etdiyim üçün bağlamam gömrük orqanları tərəfində saxlanılıb nə etməliyəm? Demək olar ki, hər 3 nəfərdən biri bu problemlə üzləşir, bəyannaməni səhv tərtib edir və düzəliş edə bilmir, məhsul gömrükdə qalır. Bu zaman nə etmək lazımdır? Bağlamanız ölkə ərazisinə daxil olduqda gömrük orqanının əməkdaşları tərəfindən bağlama və bəyannamənin məlumatları eyniləşdirilir və uyğunsuzluq aşkar edildikdə hava nəqliyyatında Baş Gömrük İdarəsinə və ya post göndərişləri gömrük postuna yaxınlaşmağınıza ehtiyac yaranacaqdır. Əlavə olaraq bildiririk ki, gömrük orqanlarına yaxınlaşmaq imkanınız yoxdursa, e-customs.gov.az portalına və ya Smart Customs tətbiqinə daxil olub, fiziki şəxslər üçün və sonra elektron ticarət sadələşdirilmiş bəyannamə xidmətinə daxil olub, müvafiq bəyannamədə baxış ikonkasına sıxaraq əməliyyatlar bölməsinə keçid edib, malların gömrük ərazisindən çıxarılmasını daşıyıcı şirkətə həvalə edirəm seçimini edərək razılığınızı bildirməlisiniz. Daha sonra bu barədə daşıyıcı şirkətinizə məlumat verməlisiniz. Bu halda məlumatların düzgünlüyü dəqiqləşdirildikdən sonra bağlamanız təhvil verilir. Malların gömrük ərazisindən çıxarılmasını daşıyıcı şirkətə həvalə edirəm seçimini mən öz videomda da göstərmişdim. Həmin video 55 saniyədən ibarətdir. Smart Customs məhsulunun daşıyıcı şirkətə həvalə edilməsi adlı qısa videomda qeyd etmişdim. Proqrama daxil olaraq birinci hissəyə daxil oluruq yenə. Proqramda məhsulu bəyan etdikdən sonra bu hissədə balaca maşın işarəsi var. Ona daxil oluruq. Açılan növbəti pəncərədə bu hissəni seçərək təsdiq edirsiniz. Malların gömrük ərazisinin çıxarılmasını daşıyıcı şirkətə həvalə edirəm. Bunu təsdiq etməlisiniz. Gördüyünüz kimi bu videoda da qeyd edirəm ki, malların gömrük ərazisindən çıxarılmasını daşıyıcı şirkətə həvalə edirəm sözün qarşısında boş xana var. Ora klik etmək lazımdır. Və bundan sonra daşıyıcı şirkətinizlə əlaqə saxlayırsınız və məlumat verirsiniz ki, səhv bəyan tərtib etdiyiniz üçün məhsulunuz gömrükdə qalmışdır. Və sonda həmin sayta daxil olaraq customs.gov.az saytına daxil olduqdan sonra açılan pəncərədə sağ tərəfdə bu mesaj ikonasına klik edirsiniz. Kiçik pəncərə açılır və burada mesaj bölməsinə klik edirsiniz. Send us a message. Bura klik edirsiniz və operator sizi salamlayır. Ad, soyad və elektron poçt ünvanını daxil edib davam edirsiniz. Davam edək. Cavab olaraq ad, soyad boş xanası gəlir, doldurub kiçik yox işarəsində klik edirik. Davam edirik. İndi elektron poçt yazıb yenə davam edirik. Klik edirik və qarşımıza bir çox kateqoriya çıxır. Buradan Smart Customs seçirsiniz və sonunda qarşımıza Smart Customs-a bağlı 2 bölmə çıxır. Suallarımız nədən ibarətsə onu seçməliyik. Məsələn, elektron ticarət bəyannaməsi. Və buradan açılan kateqoriyadan sizə hansı sual maraqlandırırsa, onun cavabını əldə edə bilərsiniz.
Mən bu kateqoriyalardan sadəcə 3-ünü cavabladım. Əlavə olaraq istədiyiniz sualların cavabını buradan əldə edə bilərsiniz. Məsələn, fin-kod və mobil nömrə uyğunsuzluğu. Klik edirik, avtomatik cavab əks olunur. Digər suallara geri qayıtmaq istəyirsinizsə, kateqoriyalar bölməsi seçərək əvvəlki prosesi yeniləyirsiniz. Yenə ad, soyad, klik edirsiniz elektron poçt və daha sonra sizi maraqlandıran digər sual. Belə dostlar, ümid edirəm ki, bu video sizə faydalı oldu. Mən bu cavabları rəsmi gömrük portalından əldə edib sizlərlə bölüşdüm. Videonun açıqlama hissəsində bu saytın linkini yerləşdirəcəm. Əgər siz də belə praktiki məlumatları sevirsinizsə, kanalımıza abunə olun, videonu bəyənin və dostlarınızla paylaşın ki, onlar da bu problemlərlə qarşılaşanda nə edəcəyini bilsinlər. Sağ olun, növbəti videoda görüşənədək.